Mən bu dəfə gəlmişəm Kilvar kəndində yerləşən belə bir məbədə, kilsədir bu. Yəni tarixi barəsində deyim ki, dəqiq məlumat var. Axtarıb tapa bilmədim həqiqətən də. Baxın, burada yerləşir belə bir kilsədir. Kilvar Alban məbədi deyirlər, amma Albanla ümumiyyətlə əlaqəsi yoxdur. Yəni çünki o dövrün tikilisinə qətiyyən oxşamır. Yəni belə bir kilsədir. Diqqət edin. Tarixi barəsində ümumiyyətlə geniş bir məlumat yoxdur, amma yenə deyirəm, bu bildiyimiz son dönəmlərdə tikilmiş bir kilsədir. Gedək daxilini göstərəcəm. Düzü biraz təhlükəlidir daxilə girmək. Gedək daxilə göstərim. Bura əncir ağaclarıdır. Belə. Kilsənin daxili. Yəni belə deyim, uçub tamamilə dağılıb, yəni bir şey qalmıyor. Diqqət edin bu yazılara. Burada quşlarımızın dillərində yazılmış bir yazı var. Qarşı tərəfdə də var. Bax, burada da belə deyim, o yazılardan var. Diqqət edin. Bilmirəm, bunu sonradan həkk ediblər. Bəlkə də məbəd olub. Belə. Bu da çöl tərəfdən görüntüsü. Belə. Tam olaraq göstərim. Arxa tərəfidir. Görünür, öz dövründə həqiqətən çox böyük bir kilsə olub. Mən çıxım artıq buradan. Elə ən rahat çıxmağa yer buraymış. Burada gəldim. Kilvar Alban məbədini çəkmiş oldum yenidən. Dedim ki, burada mən olmuşdum bir neçə il öncə. Və yenidən gəldim. Bu da kilsənin ümumi görüntüsü.